Musiqidə çox dahilər olub, amma yalnız biri pop kralı adını qazandı. Söhbət Michael Jackson'dan gedir. Onun Thriller albomu bütün zamanların ən çox satılan albumudur. 15 dəfə Grammy qazanıb. Billie Jean klipi MTV tarixini dəyişdi. Thriller isə musiqi videosunu ayrıca bir sənət növünə çevirdi. O səhnə şousuna yeni standartlar gətirdi. Mahnı, səs, rəqs, vizual effektlər artıq bütöv bir şounun tərkib hissəsinə çevrildi. Amma Michael sadə bir ulduz değildi. Öz vətəndaş mövqeyi ilə o bütöv sistemə qarşı çıxdı. The Don't Care About Us klipi çəkərkən Braziliyanın Semisha bölgəsinin polisin belə risk edib girə bilmədiyi yerlərə daxil oldu. Oradakı insanların həyatını və həqiqətini göstərdi. Elə ona görə də onun mesajı həmişə səmimi və təsirli olub. Michael həm də böyük ürək sahibidir. Moskva səfərində prezident Yeltsin dəvətini qəbul etmədi. Əvəzində uzaq bir uşaq evinə getdi və xəstə uşaqlarla vaxt geçirdi. Bu onun kim olduğunu, insanları nə qədər həqiqətən sevdiyini göstərir. Jackson səhnədə və musiqidə böyük bir inqilab etdi. Moonwalk səsi və hərəkətləri ilə musiqini yeni bir səviyyəyə qaldırdı. Onun təsiri təkcə Amerikaya deyil, bütün dünya üçün ölçülməzdir. Mənim üçün Michael Jackson sadəcə bir musiqiçi deyil. Mən həmişə onun pərəstişkarı olmuşam. Onun ölümü mənim üçün çox ağır oldu. Sanki uşaqlığımın bir parçası əlimdən alındı. Amma bir həqiqət var. Michael Jackson səhnədə, musiqidə və ürəklərdə əbədi qaldı. Onu dinləmək, sevmək və yaşatmaq lazımdır.